Salam, xoş gördük hər birinizi, əziz səhifə izləyicilərimiz. Bax, budur dostlar, mart ayında cücərmiş vəziyyətdə torpağa köçürdüyümüz şaftalı cürtumlarımızın nəticəsidir. Maşallah olsun, yəni %100 nəticə almışıq. Düzdür, baxmayaraq ki, bax, çək bu boşluqları bəzi yerlərdə yəni çıxmayan tumlar var. Ya da bu da tingçilikdə əslində normal bir haldır. Çünki torpaq mart ayının əvvəli artıq torpaq oyanır və bilirsiniz ki, torpaq oyanan vaxtı eyni zamanda ziyanverici də torpaqla bir yerdə oyanır. Və nəticədə tuma, yəni cücərmiş tuma ziyan verə bilir. Amma buna baxmayaraq, intensiv yağan yağışlara baxmayaraq, bilirsiniz ki, yağış da işimizə çox mane olur, tingçilərin işinə çox mane olur. Amma buna baxmayaraq çox gözəl nəticə əldə eləmişik. Yəni bir nümunəvi olaraq, yəni bunu çəkib paylaşırıq ki, həm də bilirsiniz ki, biz özümüz də yəni videolar çəkib paylaşırıq. Yəni cücərdilməsi, torpağa köçürülməsi, yəni bu da sizə bir nəticə olaraq sizə nümayiş etdiririk ki, yəni aldığımız nəticəni sizlərlə bölüşürük. Maşallah olsun, yəni nəticə əladır. Bundan sonraki işlər, əlimizdə olan işlər bu qoruyub saxlamaq lazımdır. Yəni gördüyünüz bax bu cırları dərmanlama işi getməlidir. Əsas da zov, qurdu, bit, yəni bunlara təsir göstərə bilir. Bunlara qarşı inşallah dərmanlamaqla mübarizə aparacağıq. Allah hər bir kəsin malına bərəkət versin inşallah.